şuhadai vətən və bihəq qormədə surətil Fatiha məs-sələvat. Allahümmə səlli alə Muhammed və ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas-sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehadallahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed ve ali Muhammed. İlâ rahmetillah. Allah cəm şəhidlərimizə rəhmətini nazil etsin. Şuhadai vətən və bihəqqi hürməcə surətil Fatiha məs-sələvat. Allahümmə salli alə Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas-sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdubi aleyhim veleddallîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ehadallahu samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Allah cəm şəhidlərimizin məqamını. Salam əziz analar, əziz atalar, əziz tədbirimizə təşrif buyuran qonaqlarımız. Bugün öz tarını silaha dəyişən igid qəhrəmanımız İsizadə Elvin qardaşımızın anım gününə yığışmışıq. Mən istərdim ki, Azərbaycanımızın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, biz bugün o qəhrəmanın anım günün qeyd edirik ki, qəhrəmanımız bizim doğulub boya başa çatdığımız rayonumuzu, kəndimizi azad edib bizə verib. Bizim uşaqlığımız keçdiyi o yerləri bizə qaytarıb verir. Bütün şəhidlərimiz bizim başımıza uca eləyiblər. Və bizə o hansı ki uşaqlıq dövründə keçirdiyimiz o yerləri, yurtları bizə qaytarıblar. Bizim də hər birimizin borcumuzdur ki, necə ki bugün bax, bu izdihamı görəndə həqiqətən adam qürurla danışır, fəxrlə danışır. Çünki bu günlərin tədbirimizdə şəhid ailələrin işləri üzrə şöbə müdürü Samir müəllim başda olmaqla bizim Qaradağlı kənd icra nümayəndəsi kollektivi ilə birlikdə, bələdiyyəsi kollektivi ilə birlikdə, Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim rəhbəri kollektivi ilə birlikdə, o cümlədən Qaradağlı kənd tam orta məktəbinin kollektivi şagirdləri burada iştirak edir. Rızalar kənd tam orta məktəbinin şagird müəllim kollektivi iştirak edir. Və Qaradağlı kəndində fəaliyyət göstərən xəstəxananın kollektivi iştirak edir. Və bu günlərin 1-ci Qarabağ müharibəsinin qaziləri də burada iştirak edir. Allah sizlərin hər birinizi var eləsin. Allah sizlərə dəyməsin. Bu oğullarımız hamısı igidliyi, qəhrəmanlığı sizlərdən, atalarından öyrəniblər. Bəli, bizim həmişə bütün tədbirlərimizdə öndə gedən məsələ nədir? Məktəblərimizdə şəhidlərimizin adına tədbirlər keçirilir, siniflər verilir.
Və o cümlədən bizim şəhidlərimizin adına gözəl tədbirlər hazırlanır. Şəhid ailələri ora dəvət olunur. Bu bizim şagirdlərimizin vətənpərvər ruhda böyüməsini əks etdirir. Və bu günlərim həmişə şəhid ailələrinə dəyər verən bizim İstizadə Elvin qardaşımızın dayısı, Rəhman qardaşımızın dostları da bu günlərim burada iştirak edirlər. Allah hər birinin canı sağ eləsin. Və onu da qeyd edeyim ki, İstizadə Elvin və onun 1-ci Qarabağ müharibəsində bir dayısı da şəhid olur. Bax, qəhrəmanlıq insana öz ailəsindən gəlir. Onun atası da 1-ci Qarabağ müharibəsində döyüşüb, qəhrəman olub. O cümlədən bütün şəhidlərimizin hamısının ataları 1-ci Qarabağ müharibəsinin qaziləridir, iştirakçısıdır. Çünki bax bu igidlər, qəhrəmanlar hamısı o evdə böyüyüblər. Çünki onlar eşidiblər Ağdaban faciəsini, Qaradağlı faciəsini, Xocalı faciəsini, Kəlbəzərdə olunan faciəmiz və 1905-ci ildən üzübəri olan bütün faciələrimizin qisasını alan igid qəhrəmanlardılar. Azərbaycanımızın bütün bölgələri hamısı verilmişdir ermənilərə. Amma bu günlərim həmin o Sovetlər dövründə verilən rayonlarımız var idi, onlar artıq özümüzdədir. Həmin o rayonlarımızda universitetlər var, məktəblər açılıb. Onların o xarabiyə çevirdiyi rayonlarımız bu günlərim çiçəklənir. Bu günlərim orada həqiqətən də bizim qardaşlarımızın sayəsində, ordumuzun sayəsində, Ali Başkomandanımızın sayəsində, o dəmir yumruğun sayəsində o torpaqlarımızda bu günlərim yaşayış var. Hər birimiz qürurla gedirik ora. Hər birimiz də ora addım atanda ən birinci sözümüz bu olur. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Ata-analarına səbir versin. Sizə biz ayrı, yəni yenə deyirəm, mən hər bir çıxışımda deyirəm. Biz sizə mənəvi dəstək olur. Siz bilirik, sizə neynəsək də azdır. Amma onu bilin ki, həmişə sizin yanınızdayıq. Həmişə dərdinizə şərikik. Allah hər birinizə səbir versin. Allah hər birinizə can sağlığı versin. Mən qəhrəmanımızın döyüş yolundan, həyat yolundan danışmaq üçün sözü Samir müəllimə verirəm. Buyurun Samir müəllim. Şəhid atalarını, şəhid analarını, tədbir iştirakçılarını İstizadə Elvin 2001-ci ildə Ağdam rayon Qaradağlı kəndində dünyaya göz açmışdı və orta məktəbi bitirdikdən sonra eyni zamanda orta məktəbi oxuyan zaman uşaq musiqi məktəbində təhsil alır. Onun tara olan böyük həvəsi, böyük marağı, arzularından biri o idi ki, o inşallah həmişə deyilmiş ki, mən konservatoriyada təhsil almaq istəyirəm, tar sənətinə yiyələnmək istəyirəm, amma 2018-ci ildə hərbi xidmətini 2018-ci ildə kollecə daxil olur və təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanır və 2019-cu ildə hərbi xidmətə yollanır və 2020-ci ildə müharibə başlayan zaman Füzuli, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir və nəhayət 2020-ci ildə oktyabr ayının 26-sında qəhrəmancasına şəhid olur. Ölümündən sonra vətən uğrunda medalı, Xocavəndin azad olunmasına görə medalı və digər medallarla təltif olunur. Burada əziz insanlar, bu qəhrəmanların hər birinin demək olar ki, həm görünüşü, həm həyatı, həm onların uşaqlığı demək olar ki, bir-birinə oxşayır. Nəyə görə? Bunları, yəni bu qəhrəmanların hər biri olduğu, yaşadığı yerdə bir nümunə idi. Sakit, təmkinli, utancaq və ələxüsusdə vətənpərvər olan bir gənclər idi. Müharibə isə bu qəhrəmanları birləşdirdi və 30 il düşman tapdağında olan torpaqların azad olunmasına görə bu qəhrəmanlar çiyin-çiyinə verib düşməni bizim torpaqlardan çıxmağa vadar etdi. Və nəhayət onlar hər bir şəhidlik zirvəsini ucaldıqdan sonra onları bir araya gətirər, yenə də onların valideynləri, ata-anaları həmişə bir yerdə
necə ki biz tədbirə gəlirik, mən artıq demək olar ki 5 ildir ki, bu valideynlər həmişə bir-birinin xeyrində, şərində, ziyarətdə. Elə valideynlərimiz var ki, onlar Ağdam ərazisində yaşamırlar. Amma bu şəhidlərimiz uyuyan bu xiyabanda mütəmadi olaraq onların övladları ziyarət olur. Bəli, Bayaq Qorxmaz müəllim də vurğuladı. Bu qəhrəmanların, valideynlərin öz ataları da 1-ci Qarabağ müharibəsində iştirak etmişlər. Xalq birliyi, ordunun gücü nəticəsində bizim torpaqlarımız işğaldan azad olundu. Bu gün artıq Ağdam işğaldan azad olunub. Bu gün orada Ağdam məscidində azan oxunur. Orada bizim insanlar oranı ziyarət edir. Orada yəni məktəblər tikilir. Sizin kəndlərimiz artıq köç etməyə başlayıb. Bu qəhrəmanların haqqında daha çox danışmaq olar, amma onu vurğulamaq istəyirəm ki, bu igidlərin hər biri onların hər birinin döyüşə girməzdən əvvəl evə zəng edib əlaqə saxladıqca onların həyəcanla olan danışıqları bir çox valideynlərin artıq göz önündədir, onların yaddaşındadır. Onlar hər hansı bir kənd alındıqca sevinçlə atasına zəng eləyərək ata, bəs biz hal-hazırda Xocabəndə azad etdik, Füzulini azad etdik. Yəni onlar o ölüm itim savaşına girdilər, amma onlar demək olar ki, bilirlər ki, bu yolda demək olar ki, ölüm də var, bu yolda geri dönüş olmaya da bilər. Amma onlar sanki o sevincli xəbəri ilk anaları ilə, ataları ilə bölüşürlər. Mən bu bir çox proseslər mənim özümün də xatirimə gəlir. O qəhrəmanlar, hansı ki bizim öz döyüş yoldaşlarımız, yəni sanki o şəhid olan övladların, uşaqların hər biri, yəni gecə müharibə gedir, günüz bərpa olunur, bərpa olunan vaxtı hər hansı bir döyüş sursatının təchiz olunan vaxtda o uşaqların heç biri sanki yorulmurdu. Yəni gecə döyüşüb, günüz isə baxırdın ki, yenə aktiv şəkildə onlar sanki deyir ki, biz növbəti hücuma tələsirdilər. Yəni mən bunu nəyə görə deyirəm? Bu qəhrəmanlar özləri seçmişdir bu yolu. Yəni bunların hər birinin qəlbində, içində o vətənpərvərlik, o xarakter formalaşmışdır. Yəni heç bir vəzifət, heç bir titul, heç bir paqon, hər hansı bir maddiyyat insanın, yəni insan kimi keyfiyyətli xarakterini, yəni onunla qazanmaq olmur. İnsanın öz daxilində olan, məsəl üçün İstizadə Elvin öz sakit, təmkinli bir, elə deyək, bir sıradan bir kənddə, sıradan bir ailənin övladı idi, ailənin tək övladı idi. O müharibədə hər hansı bir elə sərab gətirərək də, məsəl üçün o döyüş meydanına atılmaya bilərdi. Amma onun içində olan o formalaşan xarakter, onu, yəni o qəhrəmanlığını üzə çıxartmaq üçün, yəni onu bir vasitə oldu. Yəni, bəli, o hal-hazırda Qaradağlı kəndində bəlkə də yüzlərlə, minlərlə insan olub ki, dünyaya gəlib, köç edib və yaxud da müəyyən bir vəzifəsi olub, rütbəsi olub. Amma onlar bəlkə də müəyyən bir müddətdən sonra yaddan çıxırlar. Amma İstizadə Elvinin həmişə həm kitablarda qalacaq, həmin orta məktəbin bütün şagirdləri, hansı ki bilirsiniz, həmin onlara adlarına sinidlər verilir. Orada oxuyan körpələr, şagirdlər ömrü boyu onlar dünyanın harasına gedirlər, getsinlər, İstizadə Elvini həmişə xatırlayacaqlar. Çünki 44 günlük Vətən savaşında Qaradağlı kəndinin bir şəhidi İstizadə Elvin olub. Yəni, bəli, onun içkisi ağırdır, acıdır, valideynlərinin onunla bağlı arzuları var, olub. Amma bir o qədər də fəxrlə, qürurla yad eləmək lazımdır. Artıq biz yəni, bu qələbənin fəxrini, qürurunu hiss edirik, zəfər bayramını qeyd edirik. Bu məsələdə bir nüansı da vurğulamaq istəyirəm ki, o oğullar məhz özləri istəyirlər ki, yəni düşməni torpaqdan çıxartsınlar, bayrağımızı həmin rayonlarımıza, şəhərlərimizə özləri saçsınlar və şəhid olsalar belə onlar ölümün gözünə dik baxa-baxa döyüşmüşdülər. Çox danışmaq istəmirəm və sadəcə olaraq sonunda onu demək istəyirəm ki, biz bundan sonra bir olmalıyıq. Bizi istəməyən ölkələr, dövlətlər bilirsiniz ki var və biz daim öz övladlarımızı vətənpərvər böyütməliyik, sağlam böyütməliyik, onları sağlam, yəni bizim gələcəyimiz övladlarımız, şagirdlərimizdədir, onların çiyinləri üzərindədir. Yəni bu qəhrəmanların bizə əmanət etdiyi torpaqlarda sağlam, güclü, savadlı övladlar olmalıdır ki, onlar istənilən döyüş meydanında, istər təhsil meydanında olsun, səhiyyəsində olsun, mədəniyyət olsun, hərbi olsun, daxili və xaricidə olsun. Yəni həmin gənclər Azərbaycan bayrağını daim uca eləsinlər. Bir daha mən səbir diləyirəm Azməniyə və onun həmişə görüşürük, onun üzündə olan o qətiyyətli, onun həmişə o mətin dayanmağı, güləriz olmağı,
Və baxanda bilirsən ki, biz İstizadə Elvini sağlığında tanımasaq da artıq formalaşır ki, o necə bir gənc oldu. Və mən bütün şəhid analarına səbir diləyirəm və siz biləsiniz ki, bu müqəddəs yer, müqəddəs xiyaban daim ziyarət olunur. Bizim bütün şəhidlərimiz ziyarət olunur. Bunun özü böyük bir görün nə qədər insanlar gəlir. Burada olan uşaqların hər biri demək olar ki, onlar şəhid anası, şəhid atası anlayışını, şəhid anlayışını çox gözəl dərk edirlər. Minnətdarlığımı bildirirəm, bir daha müharibə olmasın, heç bir əsgərimiz şəhid olmasın, hər biri sağ-sağlam ailəsinin, anasının, atasının yanına qayıtsın. Bugün Elvin qardaşımızın atasının əlindən tutub tar əlində getdiyi Qaradağlı kənd musiqi məktəbinin kollektivi də burada iştirak edir. Hansı ki, Elvin qardaşımıza ilk mizrabı simə necə vurmalıdır, parmaqlar o qolda necə hərəkət eləməlidir, o müəllimi bu günlərin buradadır. Biz İstizadə Elvinin 1-ci il dönümündə onun haqqında, onun həyatı haqqında qısa metrajlı bir film hazırlayırdıq. Onda biz həm orta məktəbə, həm də musiqi məktəbinə getdik. Orada həqiqətən də içəri girəndə, otağa girəndə, onun şəklini görəndə, şəklinin önündə gül dəstələrini görəndə həqiqətən qürurlandıq. Çünki hər bir sinifdə onun tarı və şəkli və Elvin qardaşımızın hər bir videolarına baxanda oturub həmişə tarı köhlüyüb birinci ifa elədiyi Qarabağ şikəstəsi olur. Və onu da həmişə deyir ki, istəyirəm ki, elə bax, nətər ki, bizim döyüşə gedəndə cəngi musiqisi ilə gedirdik. Və həmişə də dostları arasında həmişə deyirdi ki, mən heç vaxtı istəmərəm ki, torpaqlarımız yağda qalsın. Bax, o Qarabağ şikəstəsini Xocavənddə səsləndirir, Füzulidə səsləndirir. Və bu günlərin burada onun dostları iştirak edirlər, sinif yoldaşları iştirak edirlər. Hər il onlar buranı ziyarətə gəlirlər. İstər il dönümündə, istər ad günündə və qeyri günlərdə. Mən bu yaxınlarda burada gəldi, bu gündən Asaf Zeynallı'da bir oxumuşum. Və mən gəlmişəm qardaşımızı ziyarət eləməyə. Mən ona təşəkkürümü bildirdim ki, o boyda yol qət eləyib, gəlib şəhidimizi və o cümlədən bütün şəhidlərimizi ziyarət edir. Samir müəllim bayaq bir söz dedi. Onlar ona görə ürəklə irəli gedirdilər ki, onların yanında zabitləri var idi. Onların qarşısında həmişə zabit gedirdi. Onların həmişə yanlarında elə zabit gedəndə onlar da ürəklənirdi. Ki bizim mayorumuz, kapitanımız, polkovnikimiz, polkovnik leytenantımız həmişə öndə gedirdi. Bax, bu oğullar da həmişə ona görə qürurlanırdılar. Və həm də ona görə qürurlanırdılar ki, bütün xalqımız birləşmişdi. Xalqımız birləşib o yumruq əmələ gətirmişdi. Bugün Gəncə Dövlət Aqrar Universitetində fəaliyyət göstərən bizim oranın dekanı Məhərrəm müəllim də burada iştirak edir. Mən onu da qeyd edeyim ki, həmin o Gəncə Dövlət Universitetində, Aqrar Universitetində, orada şəhidlərimizin adına bulaq da var. Bax, o kişinin sayəsində elə bir şəhidlərimizə dəyər verilib, orada bulaq tikilibdir. Bu cümlədən Mahrızlı kəndində şəhidlərimizin, Qaradağlı və Zəngşalı Mahrızlı şəhidlərinin adına bir qəşəng bir kompleks açılıb. Onu öz vəsaiti hesabına hazırlayan bizim şəhidimizin dayısı Rəhman qardaşımızdır.
Bax, belə insanları görəndə həqiqətən də adam qürurlanır. Şəhidlərimizə verilən dəyərdir bu. Sizin hər birinizə Allahdan səbr diləyirəm. Allah hər birinizə can sağlığı versin. Və indi bizim Qaradağlı kənd tam orta məktəbin şagirdləri bu günlərim şeirlə qonaq gəliblər. Gəlin, indi isə onları dinləyək. Dolu gözünə qurban. Dağılmış evinə, düzünə qurban. Azaddır deyilən sözünə qurban. Sən idin illərdir dərdim həsrətim. Mənim azad yurdum, azad vətənim. Dünyanın ən gözəl yurdu desələr, hamı Ağdam deyər, səni düşünər. Gözəllikdə yoxdur sənə bərabər. Sənsiz xəzan idi, çölüm çəmənim. Mənim azad yurdum, azad vətənim. Çox şükür qutardıq bu nalə ahdan. Qutardıq həsrətdən, çıxdıq sınaqdan. Bircə arzum qalıb böyük Allahdan. Qayıtsın yurdumda gözəl günlərim. Mənim azad yurdum, azad vətənim. Gör neçə illərdir, neçə zamandır. Dərd qəmə bükülüb, qalmışdı yurdum. Durdu keşiyində mərd oğulları. Götürdü o yükü üstündən ordum. Göstərdi yağıya hünər zəfəri. Qurtardı bəladan kəndi, şəhəri. Yox edib qəlblərdən qəmi qəhəri. Çıxardı o dərdi köksündən ordum. Zaman gəlib elə günlər gətirdi. Uçan mərmi neçə ömür bitirdi. Dözüb durdu güc üstə güc gətirdi. Dayandı düşmənin qəsdinə ordu. Şəhid qoymadı yensin bu bayraq. Hər dalğası bir şəhidin ruhudur. Vətən iman yerim, vətən inancım. Bu vətən savaşı xalqın ruhudur. Dünyaya bəllidir gücün qüdrətin. Mənim qorxu bilməz müzəffər ordum. Çoxalır günbəgün şanı şöhrətin. Mənim qorxu bilməz müzəffər ordum. Döyüş meydanında qələbə çaldın. Düşməndən heyfini bir anda aldın. İgid tək adını tarixə yazdın. Mənim qorxu bilməz müzəffər ordum. Oldunuz yurduna sadiq vətəndaş. Etdiniz düşmənlə amansız savaş. Doğmasız hər kəsə bir əziz qardaş. Mənim qorxu bilməz müzəffər ordum. Əyilib öpərəm ana torpağı. Qoynunda ölümsüz qartallar yatır. Namərdə baş əyməz vətən övladı. Basılmaz pələklər aslanlar yatır. Ruhları şad olsun ölən gənclərin. Dar gündə yurdunu sevən kəslərin. Al qana bürüyüb ağ kəfənlərin. Vətənin bir ana sananlar yatır. Bu yolda can verib qan tökənlərim. Kaş görək də azad günün vətənin. Əməlli ilə dedilər öz sözlərin. Qəhrəman mübariz oğullar yatır. Dalğalandı Qarabağda, bugün zəfər bayrağımız. Heç vaxt yerdə qalmayacaq axıdılan qanlarımız. Düşmənlərdən təmizləndi dədə-baba torpağımız. Canlarını fəda edən şəhidlərin ruhu şaddır. Xəbər olsun elminə, Qarabağ artıq azaddır. Məhv elədi düşmənləri, dastan yazdı şanlı ordu. Xocalda öldürülən hər can üçün hesab sordu. Baxın, görün, 30 ildə neçə oğul şəhid oldu. Cənnətdədir onlar bugün. Şəhidlik ən uca addır. Deyin Polat Həşimova, Qarabağ artıq azaddır. Qarabağ türk torpağıdır, yenə elə qalacaqdır. Qarabağa göz dikənlər başlarında olacaqdır. Şanlı ordum yenilməzdir, daim zəfər çalacaqdır. Qarabağ Azərbaycandır, gerisi cəfəngiyatdır. Şəhidlərim, qazilərim, Qarabağ artıq azaddır. Bəli, Qarabağ azaddır və Qarabağ öz insanlara öz qucağına açır. Hər biri həmişə bir şuarla yaşayırlar və həmişə də ürəklə, qürurla deyirlər ki, vətənə, xalqa, düşmənə və həmişə də deyirlər ki, vətən sənə canım fəda. Vətən sənə canım fəda.
Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Şehitler biz sizi hiç unutmarız. Şehitler biz sizi hiç unutmarız. Bəli, unutmayaq və unutturmayaq. Bax, bura bizim qibləgahımız, səzzəgahımızdır. Həmişə buranı gəlib ziyarət eləyək və həmişə də gəlib buranı ziyarət eləyək ki, bizim şəhidlərimizin də ruhu şad olsun, analarımızın da canı sağ olsun. Və axundumuzu dəvət eləyək, şəhidlərimizin ruhuna dua olsun və buradan sonra şəhidlər evində burada hazırlanmış bütün şəhidlərimizin adına olan çay ehsan süfrəsinə hər birinizi dəvət edin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء أحوى سنبرئك فلا تنس إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسر فذكر النفس فيذكر من يخشى ما قد قرانا أهل الكتاب المسيح هذا من العالم دائما وثانيا بسبب شبهاتهم إلى روح المحمود هذا الشهيد سيد بن عزيز شهداء وطن وبحق حرمة السورة فاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم بسم الله الرحمن الرحيم قل هو الله الصمد لم يلد ولم يولد ولم يكن nazım olma. Şəhidimizin timsalını bütün şəhidlərimizə rəhmətin nazil etsin. Amin ya Rabbi. Allah ağamız
Şeyh-i Azam Cəddi Cənab Peyğəmbərə xatir. Xalqımızı, elimizi, obamızı hifz eləsin. Allah qorusun. Allah şəhidlərimizin valideynlərinə, Azim əminin, anasının timsalında səbrin əta etsin. Allah qazilərimizə, şəfaicə döyüşçülərimizə, o səngərdə olan əsgərlərimizə öz hifzini əta etsin. Allah ölkə rəhbərini, Cənab Prezident hifz eləsin. Allah xalqımızı xoş günlərdə yaşasın. Allah keçmiş qaçqın və köçkünlərimizi bir daha əbədi əzəli torpaqlarında, vətənlərində, kənd şəhərlərində məskun etsin. Allah gözəl üçrəngli bayrağımızı, aylı ulduzlu bayrağımızı zirvələrdən dalğalansın. Amin, amin ya Rabbel alemin. Allahümme gfirlil mu'minine vel mu'minat vel müslimine vel müslimin. Bihakkı Muhammedin ve alihi ve ile ruhil mahrum ve hazel şehid ve cem şuhada, şuhadayı vətən ve bihak hürmeti sureti. Fatiha ma'as selavat. Sallallahu Muhammed ve alihi. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد Allah rahmet eylesin. Allah makamlarını ceylesin. Bəli. İndi isə ziyarət eləmək istəyənlər buyursunlar ziyarət eləsinlər.